Sən də ördək saxlamaqdan ördək kimi də buradan yersən, buradan bırakırsan. Allah sənə. Yox, hayır, kim bırak. İndi içində. Yaman dedi ha. Elə həkim yemək yeyirəməyi, indi danışıqda yemək yeyirəməyi, heç bir dəqiqə oturmuram. Niyə yeyirsən bu? Qorxuram. Ya yemək yiyib ki, qaçırsan. Yox, yemək yeyirəm, qaçıram. Yolla. Hədə tuvaletdə və orada, ora. Hə, elə. Bağırsanı saxlamır. Sürüşmə var. Sürüşmə nədir? Qarın ağrır da yəni. Hə, da yəni. O madələr ki, yaxşı işləyir də, qəbizliyim yoxdur. Yox, yemək yiyən kimi getmək o yaxşı deyil axı. Peki. Hə, bax, mən eləyəm. Sən ördək edirsən. İndi o da problemli, daha həkim. O problemdir. Əlbəttə ki, sən yediyin qalmalı sənin orqanizmdə, onun tərkibindəki elementlər sənin orqanizm üçün vacib. Amma sən yiyən kimi ayaqlarına gedirsənsə, demək ki, səndə immun sistemində zəifliyi var. Orqanizm elementi lazım. İnstrument yox, ümumi sistem. Immunitetin sistemində problema есть. Həki. Da. İmmunitetin. Güya sən immun sistemi deyə bilirsən. Quran haqqı immunitetli. İmmunitetli nə də? Yox, deyə bilmir, həkim çox sözü deyə bilmir. Yox, mən demirəm, mən həkim Allah haqqı. Nə tər dediniz immunitetli? Həkim sizdən yaman çox xoşum gəldi. Haqqı. Allah haqqı. Yəni mədəni adamı səbirlə dinləmək. Təşəkkür Hə, edirəm. çox xoşum gəldi. Yaxşı, həkim olma. Nə deyirsiniz ki? Hə. Nəsə çox sağ ol. Nətər eləyək bunu, nəsə sən bilərsən, biz bu müəllimlə nətər eləyək bu PK-nı açaq, nə bilim, iki tərəfli görüntü açaq. Hansı müəllim? Misafirdən çıxaq. Misafirdən? Sənə deyiləm, başdan hər şey, niyə elə bir şey qəbul edirsən, həyəcanlı qəbul edirsən? Panik atakın var, sənin xəbərin var sənin.